Atamla ilk dəfə söhbət eləmişəm, amma atam mənə dedi ki, mən bəzən oturub düşünürəm ki, görəsən necə səhv eləmişəm ki, mən indi sən beləsən, ancaq həyatı bizə həsr edirsən, yəni ailə qura bilmədin, mənə belə dedi. Dedim, mən istəsəydim 10 illər bundan qabaq olardı, amma mən sizə ömrümü, canımı, hətta sağlamlığımı belə verməyə hazıram. Və mənim tək varlığım atamdır. Hə, mən bundan sonra ailə qurmaq xatirinə də qurub mən atamı heç vaxt atmaram. Heç bir kişiyə görə atamı atmaram. Bəzən bunu səhv anlayırlar insanlar. Xeyr, mən üzr istəyirəm. Ailə nə vaxt istəsəm qura bilərəm. Sevgili nə zaman istəsəm tapa bilərəm. Amma mənim nənəm, babam təkrar dünyaya gəlməyəcək. Axı mənə bir də təkrar ata dünyaya gətirsinlər. Hə, mən sevgim mənim bir dənə atamadır. Mən atamı çox sevirəm. Yəni